Demək nə dedik? Another'dan sonra mütləq nə gəlməlidir? Mütləq nə gəlməlidir? Necə isim gəlməlidir? Sayılan tek isim. Niyə? Çünki another var burada. Baxın. Another'dan sonra gələn isim sayılan tek isim olmalıdır. Səbəb çünki another olduğuna görə. Yadda qalar. Sonra gəldi other. Other'ın mənası başqa o biri deməkdir. İkisini birləşdirən cəhət odur ki, another və other'dan sonra mütləq isim gəlməlidir. Mütləq. Onlar isimsiz istifadə oluna bilməz. Mütləq nə gəlməlidir? İsim gəlməlidir. Another'dan sonra dedik sayılan tek isim gəlməlidir. Amma other'dan sonra isə sayılan cəm, sayılmayan tək. Eyni ilə olda, samda olduğu kimi. Other'dan sonra necə gəlməlidir isim? Sayılan cəm, sayılmayan tək isim. İkisini birləşdirən cəhət nə oldu? Hər ikisindən sonra mütləq isim gəlməlidir. Mütləq. Another və other isimsiz istifadə oluna bilmir. Mütləq özündən sonra nə gəlməlidir? İsim gəlməlidir. Bu yadda qalar. Sonra gəldi the other. Bəs bu nə deməkdir? Bundan sonra demək olar ki, çox az hallar, daha çox cümlədə mübtəda olur. Nə deməkdir mübtəda olmaq? Özündən sonra xəbər gətirir. Və xəbəri də təkdə olmalıdır. Bunu biz necə istifadə edirik? Tutalım ki, iki isimdən danışırıq. Biri yox, o biri mənasını verir. Misal üçün, deyirəm ki, I have two books. Mənim iki kitabım var. One of them is interesting. Onlardan biri maraqlıdır. O biri deyəndə necə deyəcəm? Deyəcəm, the other is boring. O biri isə nədir? Maraqsızdır. The other qaydası necə oldu? Deməli, özündən sonra daha çox cümlədə mübtəda olur. Özündən sonra xəbər gəlir. Xəbəri necə olmalıdır? Təkdə olmalıdır. Necə olmalıdır? Təkdə. Baxın, misal üçün deyirəm ki, bax, I have two deyək ki, students. Mənim iki şagirdim var. Düzdür? Deyirəm ki, onlardan biri, one of them, onlardan biri deyək ki, is, nə deyək, lazy, onlardan biri tənbəldir. Digəri deyəndə nə deyəcəm? Deyəcəm, yəni ikincisi deyəndə the other is, nə deyək, hard working. Digər isə çalışqandır. Deməli, the other'ın mənası nə oldu? İki isimdən ikincisi mənasını verir. Özündən sonra nə gəldi? Xəbər. Necə xəbər gəldi? Tək. Deməli, sizə əgər testdə belə düşsə, baxın, diqqətiniz bir də burada olsun, bir də burada silin. Əgər sizə testdə bu şəkildə düşsə, nöqtələr verilir, burada iz desə, xəbər. Sənə də variantlarda tutalım, another verir, sonra nə verir, sonra others verir, bir də bu dezaynəyəcəm. Sonra da verir the others, düzdür, bunları verir. Sən də baxırsan, görürsən ki, nöqtələrdən sonra nə gəlir? Xəbər gəlir, düzdür. Xəbər gəlirsə, sən other'la another'ı çıxırsan. Niyə? Niyə çıxırsan other'la another'ı? Çünki onlarda sonra mütləq isim gəlməlidir, bəli. Burada isə isim yoxdur, xəbər var, ona görə another'dan other'ı çıxdın. Sonra other'sən, the others'dan çıxırsan. Niyə? Niyə? Çünki onlardan sonra cəm xəbər gəlir. Esimdən bilməsiniz ki, onlardan sonra mütləq cəmdə olan xəbər gəlməlidir. Cavab nə qalır? The other qalır. Yadda qalar. The other'dan sonra nə gəlməlidir? Xəbər. Necə xəbər gəlməlidir? Tək xəbər gəlməlidir. Gəldi other'dan the other'sa. Bunlardan sonra isə isim gəlməz. Qətiyyən. Nə gəlməz? İsim gəlməz. Xəbər gələr və xəbərdə necə olmalıdır? Yox, cəmdə olmalıdır. Əslində the others elə bir ki, belə deyək də, tutalım mən deyirəm ki, mən burada 2 dənə şagird demişdim də, düzdür. Deyirəm ki, mənim tutalım ki, 5 şagirdim var. I have 5 students. One of them is lazy. Onlardan biri tənbəldir. Yerdə neçəsi qaldı? Neçəsi qaldı? 5 dənədən biri getdi, neçəsi qaldı? 4'ü qaldı da. O biriləri deyəndə deyəcək ki, the others, baxın, the others digərləri isə, yəni digər 4 dənəsi isə are hard working. Gördünüz, xəbərimi necə verdim? Cəmdə verdim. Deməli, the other yerdə bir dənə isim qalanda deyirsiniz. The others yerdə 2 və daha çox isim qalanda istifadə edirik və özündən sonra xəbər gəlir, xəbəri cəmdə olur. Others'ın mənası bəziləri deməkdir, ümumi mənada danışanda istifadə olunur. Misal üçün deyirəm ki, some students like to study. Bəzi uşaqlar oxumağı xoşlayırlar, but others don't like. Amma bəziləri xoşlamırlar. Others nədir? Bəziləri deməkdir, ümumiyyətlə danışanda istifadə olunur. Deməli, hər ikisini birləşdirən cəhət odur ki, bunların ikisindən sonra qətiyyən isim gəlməz, xəbər gələr və xəbər həmişə necə olar? Cəmdə olur. Yadda qalar? Yadda qalar? Nə dedik? Another'dan sonra necə isim gəlməlidir? Sayılan tək. Niyə?
Çünki ən Ən artıqlıdır. Ay sağ ol. Adırdan sonra necə isim gəlməlidir? sayıla biləncə, sayıla bilməyən Tək. İkisini birləşdirən cəhət nə oldu? Hər ikisindən sonra müt isim gəlməlidir. Birbaşa xəbər gəlmir. Adırın qaydası necə oldu? Tək xəbər gəlir. Bəli. İsim əslində gələ bilər. İsim halı gələ bilər. Belə deyək də, iki isimdən danışır, ikisindən ikincisi mənası, o biri mənasını verir. Daha çox xəbərlə istifadə olunur, xəbər tək olur. Adırsan deyə adırsin qaydası necə oldu? Cəm xəbər gəlir, isim gəlməz. İsim gəlməz. Yadda qalar. Bir dənə də sonuncu bunu da deyirəm. Diqqətlə qulaq asın. Gördünüz ki cümlədə. Bax, sam verilir. Sam, nöqtə. Sonra eni boşluq qoyulur. No boşluq qoyulur. Vot sual əvəzidir. Vot sual. Sonra da boşluq qoyulur. Bir də yerik əvəzlikləri. Maydı, yordu, nə bilim, gizli, hördü və s. Və variantlarda qalmışsınız. Bilmirsiniz adır yazasınız. Bilmirsiniz, nə bilim, B variantı ən-adır. Bunlardan sonra ən-adır istifadə edəsiniz. Bilmirsiniz, nə bilim, D-adır deyəsiniz. Yoxsa, adırs, yoxsa D-adırs deyəsiniz. Baxın, diqqətlə bura, qulasını izah edəcəm, bunlar nədir? Baxın, indi burada da isim olur da təbii ki. Misal üçün, yazılır burada books. Nə bilim, burada da yazılır books. Burada yazılır, nə bilim, system. Və s. İndi axıra qədər yazmam. Baxın, görürsən ki, samdır, enidir, nodur, votdur, yor, his, avur və s. Bunlardan sonra boşluq qoyulur və variantlarda da qalmışsınız ki, adır, ən-adır, D-adır, yoxsa adır görəcəksiniz. Bilin ki, bunlardan sonra boşluq qoyulursa, yalnız adır istifadə edəcəksiniz. Sam adır, eni adır, no adır. Heç vaxt ən-adır, D-adır verə bilmərsiniz. Səbəb odur ki, bunlardan sonra artikl gəlməz. Artikl gəlməz deyə ən-adırı çıxdı. Niyə? Çünki ən-artiklı var. D-adırı çıxdı. Niyə? D-artiklı var. Eləcə də yeni də çıxdı. Həm artiklına görə, həm də bu sözlərdən sonra biz demişdik, mütə isim gəlməlidir. Nə demişdik? Demişdik, samdan sonra mütə nə gəlməlidir? İsim. Enidən sonra mütə nə gəlməlidir? İsim. No'dan sonra mütə nə gəlməlidir? İsim. My, your, his, her, gəliş əvəzindən sonra nə gəlməlidir? İsim. Axı, adırsindən sonra isim gəlməz. Ona görə biz samdan, enidən, no'dan sonra adır deyəcəyik. Ancaq nə deyəcəyik? Adır deyəcəyik. Yadda qalar? Yaxşı. Baxaq, beşik test nömrəsindən olun. Bunu indi saxlayaq. Bunu hansı kimin səhv idi bu? 11 idi. İndi diqqətlə qulaq asın, 11 dənə izah edeyim. Sonra da, bura baxaq. Burada nə görürük? Görü isimimiz var. Və isim necə isimdir? Cəm isimdir. Asıl. Cəm desə, every içi deyə bilərik. Niyə? Çünki nə demişdik? Onlardan sonra, başı qalır dərsək olasın. Onlardan sonra birbaşa isim gəlirsə, sayıla bilən tək isim olmalıdır. A getdi, D getdi. Mənim B-də özündən sonra isim götürməz, B-də də tək olar. Bəli, A-dırsan sonra isim gəlməz, ən-adırdan sonra sayılan tək isim olmalıdır. Niyə? Çünki ən-artikl var burada. Cavab nə qaldı? Bildiniz, yadda qalar. Yaxşı. İndi istəyirsiniz? Bir də buna da baxaq. 12. Bax, 12-yə baxaq. Baxın, 12-də deyiləm. Necə isim gəlir? Bəli, necə isim? Cəm. Cəmdə girsən, everydən sonra sayılan tək isim gəlməlidir. Hiçdən sonra sayılan tək isim gəlməlidir. Adırsan sonra ümumiyyət isim gəlməz. Nandan sonra isim. Nanda isim necə gəlirdi ancaq? Necə gəlirdi? Hayır, nandan sonra isim necə gəlirdi? Ofla birləşib gəlirdi. Ofla birləşib gəlirdi. Biz demədik ki, nandan sonra birbaşa isim gəlməz, ofla gələrdi. Ona görə biz burada nandan sonra of gəlməsi necə? Necə? Nandan sonra of gəlməsi olur. Görmür, isim gəlməsi yox. Of gəlməsi isim yox. Bəli, isimlə işlənməsi üçün müddət of olmalıdır oradan. Yəni, səhvlərimizi deyək, elə hamısını deməyək. İndi bir də istəyirəm ki, adreslərə aid bir iki dənə test nömrəsi gətirin. Ondan sonra sizə ədcəktivi keçəcəm. İndi qulaq asın, hamının diqqəti burada olsun. Bax, birinciyi izah edirəm. Görən nöqtələrdən sonra isim var. Düzdür. Caesars isimdir. Və necə isimdir? Necə isimdir? Cəm. Ən-adırdan sonra cəm isim gələr? Gəlməz, heç vaxt. Adreslərdən sonra isim gələr? Gəlməz. B getdi, C getdi. Mən bir sizə nə dedim? Dedim, samdan sonra nə gəlir? Samdan sonra. Nə gəlməlidir? Adır. Bax, samdır, enidir, nodur. Bunlardan sonra heç vaxt ən-adır deyə bilmərsiniz. Heç vaxt. Nə deməlisiniz? Adır deməlisiniz. Ona görə cavab nə olur? En-adır. Yadda qalar, bunu evə verəcəm. Qoy evə vermədiyimə bax.
şeyə baxaq. Yəni evə verdiyinizi 63 yox, 62. 62 verəcəm evə. Hə, adil yoxdur yaxın. Yoxdur. İndi bura baxın. Bax, burada nə görürük? May. May nədir? Yiyəli kəbəzi. Bayaq nə dedik? Yiyəli kəbəzilərindən sonra adislərdən hansı işlənirdi? Yalnız adı işlənirdi. My, your, his, her, its, our, their. Gördüksə nə yazacaqsınız? Nə yazacaqsınız? Yalnız adı yazacaqsınız. Yadda qalar. Yaxşı, gəldik bura. Yenə də may varsa nə olacaq? Nə olacaq? Adı olacaq. Bəli. Gəldik bura. Abi varsa nə olacaq? Adı. Çox rahatdır. No'dan sonra nə işlənəcək? No'dan sonra. Nə işlənəcək? Yenə də almış. Mən Yenə də şəxsə almış. vəziflərdən sonra Yox, şəxsə vəzifə. Yer kəbəsi. My, your, his, her, its, our deyil. Bunlardan sonra mütləq nə gəlməlidir? Adır. Mütləq deyəndə ki, yəni adı gəlməlidir. My, your, his, her, its, our deyir. No inkar əvəzi, yeri kəbəsi. Dən hamısı yazma. My, your, his, her, its, our deyil. İsimləşənin yeri kəbəziklər. Bunlardan sonra no'dan sonra, samdan sonra, any'dən sonra nə gəlməlidir? Adislərin içərisində yalnız adır gəlməlidir. Yadda qalar. Bax, misal üçün, burada nə olacaq? No varsa olacaq. Əslində çox, yəni, belə deyək də. mən bəs qatdan sonra da nə görürəm? Nədən sonra? Qat. Hansı qayda? Qatda. O elə bir qayda yoxdur ondan sonra. O sən isimə baxacaqsan. Yalnız bunun Bəs qaydası var. mənim ona. Hansını bilirsən? 15. Bu lazım deyil, bu sayın işlənməsidir. Əslində ənadir olacaq, amma o sizə düşmür ona görə lazım. İşləməyəcəyim mən bəs. Bunun hamısını verməyəcəm ki. Bunun hamısını verməyəcəm. Baxın, burada votdan sonra nə gələcək? Mən 3 dənə sınaq verdim. Votdan sonra nə gələcək? Votdan sonra nə gələcək? Adır, yox, buka baxmırsınız şey burada. Baxın uşaqlar, bayaq demədim ki, votdan sonra ancaq vot sual əvəzi isə nə olur? Adı olacaq da. My'dır, your'dur, his'dir, her'dir, it'dir, our'dır, their'dir, some'dır, any'dir, no'dur, bir də votdur. Bunlara gördüksə, variantlarda da adreslərdən verirsə, bir dənə adı yazacaqsınız. Bildiniz? Yadda qalar. İndi deyin səhvlərinizin, biraz tez olun. Hə, hardaydı o? Hansı sınavıydı o? 60'da 11, 60'da 11'i dedik də. Hə, sonra neçə? 18. 13, 13'e baxın. 12 dedik də. Dedik o cürü. Mən sizcəndədir. Dedik də. Ev olmaz, cəmsildir. Hiç olmaz. Nandan sonra of gəlməliydi. Adresində isim olmaz. 13'e baxdıq. Hamının diqqəti burada olsun. Nə görürük? Görürük of sözünü var. Of varsa törəmələri çıxırır. Everybody olmaz, evri olmaz. Uşaqlar, biri var, evri var. Olman, qosun da xəbəri cəmdə olmaz. Bəli. Biri var, everyone, bu törəmət. Hamı deməkdir. Ondan sonra of sözünü gəlməz. Biri var ki, every ayrıca bax, bu one of-da. One of-da eyni ilə each of kimidir, either of kimidir. Cəm isim, tək xəbər. Cəm əvəzi, tək xəbər. Nədən sonra? One of-dan sonra. İndi mən qaldım A, B, C arasında. Baxıram xəbərinə. Həz necə xəbərdir? Tək xəbər. Tək xəbərdir. Onun və qosun xəbəri necə olmalıdır? Cəm olmalıdır. Ona görə cavab nə qalır? B variantı. Nə deyir burada? Every one of the students has 3 books. Şagirdlərin hər birinin, individual, hər birinin 3 kitabı var. Video söylüyorum. Hə? Video. Heç nə olmaz. Baxarsınız, izahlarınıza da baxarsınız. Hə, deyin görün başqa? 18. 18'e baxın. Bir bunların baxa soru söndürüb, bir də təzədən sifətinə videosunu çəkəcəm. Page necə isimdir? Sayıla bilən Birinci isim, düzdür. İsimdirsə, törəmələri çıxır. Bəli, Evrop olar, onlar aldı getdi. Sonra baxırım, ol və bozdan sonra olda demişdik ki, sayılandırsa cəm olmalıdır. Page səhifə sayıla bilən isimdir. Sayıla bilirsə, sən orada ol desən, page deməlisən, boz da desən, yenə də cəmdə deməlisən. Bildin? Demək nə olacaq? Each page olacaq. Each-dir, every-dir, either-dir. Bunlardan bir, neither-dir. Bunlardan bir başa sonra isim gəlirsə, sayılan tək isim olmalıdır. Sonra 20. Hamının diqqəti burada olsun. 20'ye baxırıq. Nöqtələrdən sonra necə isim gəlir burada? Necə isim gəlir? Say nə deməkdir? Say. Tərəf, hə? Both sides olardı, doğru mu? Both sides olardı. O cəm olmalıdır yaxı. Baxın, Evrop olmaz, getdi, düzdür. Ağır sözün isim gəlməz. Ol və bozda cəm olmalıdır. İsim cəm olmalı. Bozda işlənə bilər, hər iki tərəf. Mən Evrop deyə şey yoxdur. İlk sayda olacaq da, deyir ki, yolun hər tərəfində, yolun, elə iki tərəf olur da,
Hər tərəfində nə var? Böyük evlər var, evlər var. İki tərəfində demir də, hər bir tərəfində. Müəllimə, bəs İdirlə Nidirdən sonra nə olurdu? Sailə bilən təkisində demişdim. onlar- Sailə tək. Sonra başqa? Başqa? Yoxdur səhviniz. 61 sual demişdim. Orada yoxdur səhviniz. 64 değil. 7, 4, 5, baxaq 4, 5-ə. 4-də advance necə isimdə? Advance. Necə isimdə? Sayılmayan. Evrof olar. Olan evrof çıxdı. İndi qulaqsın. Evri ilə içdən sonra necə isim gəlməlidir? Sayıla bilən. Sayıla bilən tək. Onlar da Amma advance sayılmır axı. Ona görə B ilə. Ondan sonra da cəm. Ondan sonra ancaq cəm isim gəlməlidir. Amma oldu, samdı, nə bilim, a lot of'du. Bunlardan sonra necə isim gəlir? Hər bir isim gələ bilər. Sayılan cəm, sayılmayan isim. Cavab burada olacaq. Bildiniz? Sonra gəldik bura, burada. Deməli, nədir burada? She told the police about. Nöqtələrdən sonra isim görürsünüz. Var isim. Cümlə təsdiqdədir, ona görə aynen C-nə çıxırıq. Bəli, cümlə təsdiqdə sual dinlə inşadır. Çıxdı. Sandan sonra isim gəlməlidir. Burada isimimiz yoxdur. Evridən də sonra isim gəlməlidir. Evridən sonra. Evridən sonra. Cavab burada evridir. She told the police everything about the robbery. O deyir polisə oğlu haqqında hər şey dedi. Hər şey dedi. Mənim isə 4 böyük, burada var. 4. Bəli. Hə, 4-də. Baxa. The drivers. Drivers necə isimdə? Necə isimdə? Cəm. Cəmdirsə iç ofla olsaydı düz olardı. Baxın, iç ofla olsaydı. No'dan sonra article gəlməz. Everydən sonra həm cəm isim, həm də article gəlməz. Samada necə olar? Ofla. Elədir ki, burada article varsa, əgər ismin qarşısında article, işarə əvəzi varsa, biz samı istifadə eləmək üçün, eyni istifadə eləmək üçün of əlavə eləməliyik. Çünki onlardan birbaşa sonra article gəlməz. Amma bir dənə onunla bozdur ki, bunlardan sonra ofsuz da gələ bilər zirmənin iki artiklı, ofla da gələ bilər. Of da gələ. Yəni, ismin qabağında artikl varsa, onda ofla işlər. Samdan sonra isim ya birbaşa gəlir, ya da of, sonra artikl, sonra isim gəlir. Cavab burada bozulacaq. Sonra 7. 7'ye baxın. 7'də nə var? Of var. Of varsa nəyə çıxıraq? Nəyə çıxıraq? Every ilə everybody. Cümlə nə sual deyil, nə də inşa edir. Bəli. Burada xəbərimiz budur. Biz nə demişdik? Feil es qəbul edirsən, xəbər tək olur, yoxsa cəm olur? Tək. Sənin burada xəbərin təkdədir. Olda nə demişdik? Cəm əvəzi, cəm isim, cəm xəbər olmalıdır. Burada bizim xəbərimiz təkdirsə, bir çox olacaq. Bildiniz? Sonra? Mənim as var, ofdan sonra as. As bizimlə, bizim hər birimiz. As bizim deməkdir. Dedim, əvəzlik və isim. İlk ofda necə olur? Cəm isim, cəm əvəzi deyəni nəyə nəzərdə tutulur? Cəm əvəzilər hansılardır? Obyekt əvəzilər, ofdan sonra gələnlər. Bax, asdır. Keçən dəfə yazmışdım axılar. Bendir, yudur, cəmdədir də bu. Mən ofla as gəp, yəni ondan sonra başqa isim gəlməkdir. Birbaşa isim də gələ bilər, əvəzlik də gələ bilər də. Təkcə isim gəlmir ki, isim də əvəzlikdir. Sonra 12'ye baxaq. 12'dən baxaq. Deməli, görür ki, cümləmiz necə cümlədir? Sual cümləsidir. Sual cümləsidirsə samı çıxar, düzdürmü? Nöqtələrdən sonra isim görmürük. Nə görürük? Xəbər. Xəbər varsa nəyə çıxıraq? Xəbər varsa, deməli, olu çıxırıq. Ol özdə du olardı da hamı mənasında. Məsələn, da çıxdıq ki, xəbəri üzərində olmalıyıq. İkinci tərəfdə speaks, feilimiz təkdədir, düzdür? All deyiriksə hamı danışır mənasında cəmdə olmalıdır. All speak olmalıdır. Biz demişdik ki, törəmələrin xəbəri tək ola bilər. Bildiniz? Sonra neçə? Bu 61 idi. 61. Sonra biraz tez olun. Mən 3 dənə sınaq çox. Biraz tez olun. 18. 18'e baxın. Cümlə necə cümlədir 18'də? Haven't nədir? İnkar. Cümlə inkarcı samları çıxdı. Evrof birləşməsi yoxdur, çıxdı. Yox, ona görə. Biz demişdik ki, törəmələrdən sonra of gəlməz. Axı, eyni sinqof olmaz. Törəmədən sonra of gələ bilər. Mən samdan yoxmadı. İnkar buna görə. İnkardan sonra sam işlənməz. Başqa heç dönməz. Nə? Sam bir sualda işlənməz, bir də inkarda işlənməz. Sonra
Yoxdur. Mən bir də gəlir məsələn cümlədə gəlir onun nöqtə boşluq qoyulur, sonra inşa gəlir. Onu deməli sam qoyulur. Sam inşaada nə işlənə bilər? Biraz tez oldu uşaqlar. Yoxdur mənə. Yoxdur, 62-də də yoxdur. 5 var səhv yoxdur. məndən. Hə, var deyim də bir şey. 2. 2-də nə var burada? Of var. Düzdür? Ondan sonra gəlir. Euro birləşməsi yoxdur. Törəmədən sonra of gəlməz. Və xəbərimizə baxırıq. Necə xəbərdir bu? Cəmdə onda da İlk ofun xəbəri necə tək olmalıdır? olmalıdır. Tək olmalıdır. Demək ki, çıxdı. Mən peki, Sağ ol, sağ olsun. buz al, harda belə verilir, onu həmişə bir yerdə götürür. Elə bir cəm əvəzi, cəm xəbər olur. Xəbəri cəmdədirsə deməli. Sam olursun. Sonra 5. necə? 5. Yine of var. Yenə də burada. Of var. Euro birləşməsi yoxdur. Xəbərimiz burada təkdədir. Buz. O, sam, buz. Bunların xəbəri. Mən sana xəbər təşkil olmur. Samın xəbəri isimdən asılıdır. İsmi sayılmayan olanda tək olur. Cəm isimsiz cəm xəbər olur. Burada sənin ismin cəmdədir ya, baxalsız. Cəm isim cəm xəbər. Bax, oldu. Gedin qaydaları əzbərləyiniz. Mən dəfələrlə deyirəm. Oldu, samdı, elotofdu. Bunlar da cəm isim cəm xəbər. Sayılmayan isim olanda tək xəbər. Oldu, sam, bir belə variantlar. Dostlarıma həmişə cəm olur. Sonra 7. 7. Xəbərimiz necədir burada? Xəbər. Cəm. Törəmələri çıxdıq. Xəbərləri tək olur törəmələri. Orada dolu. Evri ilə də xəbər gəlməz. Çünki evri isim sonra xəbər gəlir. Oldur. İtifadə meeting olacaq. Hamı gecikdə. Neçə? 10. Ona baxırıq. Deməli, onda yenə də of var. Törəmədən sonra of olmaz. Bunları çıxdıq. Evri ilə də of olmaz. Qaydanı ged yaxşı öyrənsin. Mən hər dəfə təkrar edirəm. Əzbərlə bu qaydanı. Hə, sonra 20. 20. Cəmdə də ol, boz, sam gedir, evrinə ol. Bax, 20-də əslində burada winner. Winner qalib demək. Xəbərə baxın da, xəbərə. Həm də xəbərlərə baxar. Euro birləşməsi yoxdur. Oldu, bozdu, sandı. Onlarda sayılan isim gələndə müddət cəmlənməlidir. Winner insandır. İnsana bir də canlı varlıqlara ayrılıb bütün isimlər sayıla bilən isimdir. Və əgər onunla samla işləsə, o cəmdə olmalıydı. Hə. Orada xəbər olar, belə bax. Əslində isimə baxırsınız, əslində isimə baxmalısınız. Çünki bəzən olar ki, elə bir isim olar ki, sayılmayan olar, biz onu sam götürə bilərik. Çünki axı demişik, ol və samdan sonra sayılmayan isim olanda xəbəri tək olmalıdır. Və sən baxmalısan ki, bu ismi sənin sayılan yoxsa sayılmayan. Bir də qalib demək ki, insandır. Bu da sayıla bilən isimdir. Əgər onunla samla işlənsə, o cəmlənməlidir və xəbər də cəmdə olmalıdır. Bildiniz? Bildiniz? Bu qədər. Fazla verin ona. Ne, bir de şey. Şey yapalım. Hə? Neyse,